Azərbaycan Dövlət İnformasiya Agentliyi Azərtac Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1920-ci il 1 mart tarixində yaradılır. Bugündən, bu mötəbər tarixdən tam 105 il ötür. Biz də İctimai Televiziya olaraq agentlikdəyik, onları, həmkarlarımızı təbrik etmək üçün buradayıq. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərən agentlik Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən tarixi adını daşıyır. Azərtac rəsmi məlumatlarla bərabər fasiləsiz olaraq Azərbaycan, İngilis, Rus, Fransız, Alman, Ərəb, Çin və İspan dillərində ictimai, siyasi, iqtisadi mövzularda, həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit barədə dəqiq və operativ informasiya yayır. 105 il öncə informasiya ilə bağlı tələblər, prinsiplər nə idisə, indi də dəyişilməz olaraq qalıb. Yəni xəbərin dürüstlüyü, dəqiqliyi indi də prinsipiallığını qoruyur. Yəni Azərtac da artıq 105 ildir bu prinsiplərə sadiq qalır. Yəni biz heç vaxt hansısa ajitaj, süni reyting xəbərlərin dalınca qaçmamışıq. Bizim üçün ən önəmli amil, faktor xəbəri təsdiqlətmək, dəqiqləşdirilmiş informasiyanı öz oxucularımıza çatdırmaqdır. Mən 2 ildir Azərtacda çalışıram. Bura gəldiyim ilk gündən etibarən dəstək, etimad və peşəkarlıq mühiti hiss etmişəm və hiss edirəm. Burada olmaqdan, burada olduğum üçün çox xoşbəxtəm, qürur hissi keçirdirəm. Peşəkar jurnalistlərlə birlikdə burada çalışmaq mənə böyük bir təcrübə qazandırır və əminəm ki, bu mənim üçün gələcəkdə çox böyük uğurlar qazandıracaq. Azərtac yazıbsa demək ki, doğru xəbərdir fikri onların bu işə sevgisini daha da artırır, fərəhləndirir. Agentliyə yüksək dəyər də elə oxucular tərəfindən verilir. Azərtac foto və yazılı informasiyalarla yanaşı ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından video xəbərlər də hazırlayır. Onları internet resurslarında və sosial şəbəkələrdə yayır. Bura agentliyin korrektə bölməsidir. Burada kimi görürük? Gülzaman xanımı görürük. O öz işinin başındadır. İstərdik sözü ona ötürək. Buyurun Gülzaman xanım. Salam, bu xoş gündə bizim üçün. Xoş gəlmişsiniz kollektivimizə, agentliyimizə. Mən bayram münasibəti ilə əməkdaşlarımızın hamısını təbrik edirəm. Onlara bol-bol uğurlar, sevinc dolu günlər, tükənməz enerji arzulayıram və fəxr edirəm ki, mən bu kollektivin üzvüyəm. Artıq burada neçə ildir ki çalışırsınız? Mən 25 ildən artıqdır. Onlar bir ailədir, yaşından, təcrübəsindən asılı olmayaraq biz də həmkarlarımıza bu peşəkar və məsuliyyətli işdə uğurlar arzulayırıq. Ləman Abbaslı, Sənan Kərimov, İTV Xəbər.